Salam, hər vaxtınız xeyir dostlar. Bugünkü qısa mövzumuz Pakistan istehsalı hava və hava-yer raketləridir. Xoş izləmələr. Faz uzun mənzilli hava raketi. Bu raket Çinin PL-12 raketinin Pakistan modelidir. Bu raket aktiv radar başlıqlı və görüntüləyici infraqırmızı başlıqlı olmaqla iki versiyadan ibarətdir. Bu raketlərin mənzili 100 kilometrdir. Gəmi əleyhinə Harbah-NG raketi. Bu raketin uzunluğu 6,8 metr. Ümumi çəkisi 1350 kiloqram. Sürəti 0,6-0,8 Mach təşkil edir. Mənzili 280 kilometrdir. Raketin axtarış başlığı aktiv radar və ya görüntüləyici infraqırmızı axtarış başlığından istifadə olunur. Rasop 250. Bu raket yer hədəflərinə qarşı təyin olunub. Raketin ümumi çəkisi 285 kiloqram. Döyüş başlığının çəkisi 75 kiloqram. Sürəti 0,7 Mach. Mənzili boosterın köməyi ilə 350 kilometr təşkil edir. Hədəfdən yayınma radiusu 5 metrdir. Timur. Bu raket həm yer hədəfləri, həm gəmilərə qarşı təyin olunub. Raketin ümumi çəkisi 1100 kiloqram. Mənzili 290 kilometrdir. Raket uçuş mərhələsində INS GPS naviqasiya sistemindən, terminal mərhələdə isə görüntüləyici infraqırmızı axtarış başlığından istifadə edir. Raad raketi isə yer hədəflərinə qarşı təyin olunub. Raket ənənəvi döyüş başlığı ilə yanaşı nüvə başlığı da daşıya bilir. Raketin mənzili Raad 1 versiyasının 350 km, Raad 2 versiyasının 600 km təşkil edir. Raad raketi JF-17 təyyarələrinin silahlanmasına da daxildir. Beləliklə, hərbi hava qüvvələrimiz Pakistandan JF-17 təyyarələrlə birlikdə Raad raketini də ala bilər.